Salar-ı şəhidan Həzrəti Əbu Abdillah və onun yar-ı ənsarının əza məclisləri yetişibdi Muhərrəm ayı. Həzrəti Bəqiyyətillah İmam-ı Zəmanə Cəlallah Teala Fərəcəhu Şərifin məhzəri şərifinə təsliyyət və başsağlığı ərz edirəm və Allahdan istəyirəm ki, bizləri həqiqi əzadarlardan qərar versin. Bu əza məclislərinin bərəkətindən, məğfirətindən bizləri binəsib etməsin. Əzadarlar ümumi şəkildə 3 hissəyə bölünür. Yəni ki, bizlər özümüz və insanlar ki, müşahidə edirik, əzadarlıq eləyirlər, Mühərrəm ayı yetişir, qara geyinirlər, ya Hüseyn deyirlər, sinə vururlar, məclislər qurulur. Əzadarlıq edənlər 3 hissədən ibarətdir. 3 dəstəyə bölmək olar, 3 sinifə bölmək olar. Birinci dəstə insanlar çoxluq təşkil edirlər. Hər il məclislərə gəlirlər, gedirlər, otururlar, dururlar. Amma bilmirlər nə baş verir. İmam Hüseyn kimdir? Bu məclislərin mahiyyəti nədir? Məsələn, İmam Hüseyn nə üçün şəhid olub? Dərk eləmirlər və başa düşmürlər. Bunlar çoxluq təşkil edirlər. İkinci dəstə insanlar, o insanlardılar ki, xalis şəkildə gəlirlər, qara köynək geyirlər, sinə vururlar, aktiv iştirak edirlər. Müəyyən qədər günahlardan çəkilirlər, mömin insanlardılar, namaz qılırlar, oruç tuturlar. Birinci dəstə insanlar bu cür deyirlər. Bir çoxları heç namaz qılmır, amma İmam Hüseyn məclisinə gəlib gedir. Fərqi deyirəm, heç oruç tutmurlar, gəlib gedirlər. Günah da eləyirlər, şərab da içirlər məsələn, məhərrəmlik dayanırlar bəziləri. Amma ikinci dəstə bu cürdür. İkinci dəstə insanlar mömindirlər, müxlisdirlər, əzadarlıq eləyirlər. Onların hədəflərdən xəbərsiz olmağıdır problem. Onlar əzadarlıq hədəflərin bilmirlər. O ki, birinci xütbədə onları mən vurğuladım. 12 hədəfdən xəbərləri yoxdur. Bir çoxları da o cürdür ya. Namaz da qılırlar, oruç da tuturlar, mömin insanlardılar, yaxşı sinə vururlar, yaxşıdırlar, müəyyən qədər təqvalıdırlar, günahlardan çəkinirlər. Amma soruşsun ki, əzadarlığın hədəfi nədir? Biz nə üçün hər il əzadarlıq eləyirik, onu bilmirlər. İkinci dəstə bu. Üçüncü dəstə əzadarlıq eləyən insanlar o kəslərdilər ki, Aşura məktəbin, Kərbəla məktəbin yaxşı başa düşüblər, faydalı məsələlər əldə ediblər. İmam Hüseyn əleyhissalamın qiyamının hədəflərin yaxşı bilirlər, əzadarlığın hədəflərin bilirlər. Onlar başa düşürlər ki, bu məclislər nə üçündür, nəyə xidmət edir və İmam Hüseyn əleyhissalam kimdir? Nə üçün qiyam eləyibdi? Həzrətin müqəddəs məramından, hədəflərindən xəbərdardılar və ən əsası budur ki, onlar öz həyatlarını Hüseyn ibn Əlinin həyatına bağlayıblar. Deyirlər ki, biz Hüseynçiyik, Hüseyn ibn Əlinin xəttindəyik. İmam Hüseyn nə üçün qiyam eləyib, biz onu bilirik və həmin hədəflər uğrunda yaşayırıq və çalışırıq. Bu üçüncü dəstə insanlardır, əzadarlıq edənlər. Demək, 3 dəstədən ibarət oldu əzadarlıq edənlər, ümumi şəkildə. Və ən üstünü də 3-cü dəstə əzadarlıq edənlərdir. Ümumiyyətlə, hər bir şeydə zərərli məsələlər var. Əzadarlıqda da xoşa gəlməyən hallar baş verib tarixən, indi də baş verir. Bunun özü gözəldir. Bir şeyin əsli, əsası gözəldir. Hər qanun, məsələn, gözəldir, bir çox qanun, ilahi qanunlar. Görsən, qanunda su istifadələr olur. Məsələn, qidalar gözəldir, su, yemək, qida gözəldir. Amma görsən, həddaşanda, nəyisə düzgün etməyəndə sənə zərər vurur. Əzadarlıq məclislərinin özü gözəldir, şəair ilahidəndir, ilahi şüarlardandır. Amma düzgün etməyəndə, mahiyyəti uğrunda çalışmayanda, mahiyyəti əsasında baş verməyəndə zərərlər baş verir.
loru dildə desək, gərək düzgün əzadarlıq edək. Bu bir. Elə əzadarlıq eləyək ki, əzadarlığımızın mesajları olsun, məzmunu olsun. Əzadarlıq edərkən birinci xütbədə dediyim o 12 hədəfi, istəyimizi dünyaya çatdıra bilək. Əzadarlıq məclislərində elə bir hərəkət eləyək ki, dünya bizə cəzb olunsun. Dünyanı özümüzə cəlb eləyə bilək. Ki, bunlar nə istəyirlər? Əzadarlığımızda din təbliğ olunsun. Nəinki ancaq atmosferə düşsünlər insanlar, emosiyalar, qışqırıqlar və s. lazım olmayan səsküylər. Elə əzadarlıq etməyək ki, əzadarlığımızda xurafat olsun. İllərdir bəzi insanlar müəyyən şeylərə inanırlar, əzadarlıq qalıb bir kənara. O həmin xurafatlar bunlar üçün böyük bir əhəmiyyət kəsb edir. Düşmənin zirəyliyindən və dostlarımızın, insanların, şiələrin cəhalətindən təəssüflər olsun ki, məxsusən qədimdə əzadarlığa bir çox xurafatlar daxil olunubdur. Əzadarlığa. Və çox təəssüf olsun, şeytan bunları elə bir hala gətirib ki, İmam Hüseyin əleyhissalamın müqəddəs hədəfləri, əzadarlığın əsas mahiyyəti qalıb bir kənara. Bunlar düşüblər həmin o xurafatların ardıyca. Və hətta bəzi xətiblər, bəzi insanlar belə qorxur ki, xurafatın haqqında danışsın. Mənə rast gəlibdir. Ələmin cuşa gəlməyi. İmam Hüseyin əleyhissalam, Həzrət Əbülfəzl ağanın qeyrəti, abırı, həyası, vəfası, isarı və s. din qalıb bir tərəfə. Bunlar ələmin cuşa gəlməyin xurafatından danışırlar. Və hətta bəziləri var ki, özün pis etmək istəmir. Demiş, ay balam, bu xurafatdır, bunu yığışdırırız. Bunu etməyiz bunu. Buna oxşar məsələlər də çoxdur. Xurafat gərək yer almasın dinimizdə. Əzadarlığımızda. Baş yarmalar, qan tökmələr, çox təəssüf olsun. Əzadarlıq edən şiələr öz mərcə təqlidlərinə qulaq asmırlar. Öz müstehidlərinə qulaq asmırlar ki, onlar buyururlar ki, məsələn, baş yarmıyız əzadarlıqda. Elə bir hərəkət eləməyiz ki, məzhəb dünyada pis tanınsın. Məzhəbimizə, məktəbimizə ləkə gətirən işlər görmüyüz. Və çox təəssüf olsun ki, bu insanlar ki, düşmənin dəyirmanına su tökürlər, özlərin müştehiddən də Hüseynçi bilirlər. Müştehidlərdən də təqvalı bilirlər. Və çox təəssüflər olsun, bəzi cılızları ruhani deməyə dilim gəlmir, hətta çalışırlar ki, bu məsələyə hansısa bir zəif hədis tapsınlar, hansısa bir tarixi bir hadisə ilə bunu əlaqələndirsinlər ki, bəli, belə şey olub və caizdir etmək. Yəni, nə məcburdur, qardaş? İndiki dövrdə fərzən, nə məcburdur? Sən internetdə bir dənə Google-da yaz Aşura, gör nəyi çıxardır qarşıva? Sizin bax bu düşünülməyən hərəkətlər üçün nəticəsi budur ki, yazırsan Şiə, Aşura, görsən ki, Google-da internet açır, uşağın başını yarıblar, qan tökülübdür, Şiə məcəf budur. İmam Hüseyin əleyhissalam bunun üçün şəhid olubdur. Nə üçün düzgün əzadarlıq etmirsiniz? Növbətin məsələ ki, gərək ona işarə olunaq, o bundan ibarətdir ki, gərək əzadarlığımız sekular əzadarlıq olmasın. Nə deməkdir bu? Sekularizm, yəni dinin siyasətdən ayrı olması. Sekular budur. Yəni, düzdür əzadarlıq eləyirsiniz, amma yığışız bir yerə, xurafat danışız, yuxulardan danışız, dastanlardan, nağıllardan danışız, irfani məsələlərdən danışız, İmam Hüseynə kim ağlasa bu cür olar, bəli.
Belə şeylərdən danışırıq, amma siyasi, ictimai məsələlərə toxunmuyuz. Yazid kim olubdu? Muaviyə kim olubdu? İmam Hüseyin nə üçün ondan beyət eləməyibdi? Yazid İmam Hüseyindən nə üçün əl çəkmədi? İmam Hüseyin nə buyurubdu? Bu ümumiyyətlə qiyam nə uğrunda olubdu? İki ərəb olub o dövrdə vuruşublar, qəbilə üzərində, hakimiyyət üzərində və s. Amma oğlu olublar, sözləri düz gəlməyibdi. 1400 il bundan qabaq belə şeylərlə cəmaatın başını qatız, amma siyasi məsələlərə toxunmuyuz. Demiyoruz ki, zamanənin Yazidi kimdir, Muaviyyəsi kimdir, indi biz Hüseynçilər nə etməliyik, zamanənin Hüseyni kimdir, həmin xət hansı xəttidir, bunlardan danışmıyız. Yığışız nə qədər əzadarlıq eləyirsiniz, eləyirsiniz, amma bunlardan danışmıyız. Hansı ruhani danışılarsa, hansı məsciddə cəmaatı yuxudan ayıltmaq istəyənlər olarsa, əzadarlıqlarda, ora qarşı təzyiqlər. Növbəti məsələ budur ki, əzadarlıq şəair ilahidir. Düzdür? Şair, məsələn, bir dövlətin görsən geribi var, onun bayrağı var, onun himni var, onun və s. şuarlar var. Şuarı harda verərlər? Girib evin içində verirlər şuarı. Girin evin içində şuar verir. Kimin dərdinə dəyər o şuar? Bunlar deyirlər, girin məscidlərdən çıxmıyız. Bu necə lazımdır icra olunmur. Mahiyyəti əsasında icra olunmur. Şair budur ki, necə ki, bəzi müsəlman dövlətlərində müşahidə edirsiniz, məhərrəmlik gəldikdə, bəli, insanlar şəhər səviyyəsində çıxırlar, hətta qeyri-müsəlman dövlətlərində, Londonda, başqa yerdə, Amerikanın özündə belə, başqa Avropa dövlətlərində insanlar görürsən çıxırlar, yürüşlər eləyirlər, İmam Hüseyin bayrağı ilə Ya Hüseyin deyirlər, bəyanat oxuyurlar, müəyyən məsələlərə, zülümlərə, etirazlarını bildirirlər, bu oldu şair ilahi. Yoxsa gir evə, gir məscidin içinə deyən ki, bəli, bu şair ilahidir. Şuar vermək odur ki, sən səsi qaldırasan, ictimai şəkildə bunu icra eləyəsən. Ona görə bu məclislər tarixən düşməni qorxudubdur. O ki, bayaq ərz elədim, əzadarlığın hədəflərindən biri budur ki, biz bu əzadarlıqlarda, bu məclislərdə zalimləri ifşa eləyirik, onların cinayətlərini ifşa eləyirik. 1400 il bundan qabaq Yaziddən danışmaq çox hünər istəmir insandan. 1400 il bundan qabaq Muaviyyə olubdu, onun hadisələrini danışmaq bir o qədər də çətin deyil, amma onu tətbiq etmək hünər istəyir, cəsarət istəyir. Ki, sən tətbiq eləyə biləsən. Tətbiqinə insanda gərək hünər ola. Həm savadın olmalıdır, həm cəsarətin olmalıdır və əqidin düz olmalıdır. Bunun üçün imanın olmalıdır ki, tətbiq eləyə biləsən. Düşmən bu əzadarlıqlardan qorxur. Bu məclislərdən qorxur. Daim çalışıbdır düşmən ki, bu məclisləri boykot eləsin. Çünki o məclislərdə bu tağutun, bu zalimin cinayətləri ifşa olunur və oluna bilər. Ona qarşı etirazlar ola bilər. Ona görə həmişə mübarizə aparıblar. Təzkirətü şühədada gəlibdir, deyir, İmam Hüseyin əleyhissalam şəhid olduqdan sonra iblis, məlun, şeytan xoşhallığından pərvaz elədi göylərə. Şeytan. Bütün yer üzərini dolandı, bütün dəstəsin, şəyatini, şeytanları, ifritləri yığdı başına. Dedi, ey şəyatin, ey şeytanlar, ey mənim dəstəm, biz bugün arzumuza çatdıq, istəyimizə yetişdik. Cəmaatı cəhənnəm əhli elədik. 30 min nəfər Kərbəlada İmam Hüseyin əleyhissalamı mühasir eləyənlər və qalanları ki, bu məsələyə laqeyd idi, kömək etməyənlər və s. bu cəhənnəm əhli oldular. Arzumuza yetişdik. Amma indi növbəti işimiz budur ki,
gərək imkan verməyək qalanları Hüseyn ibn Əliyə əza saxlasınlar. Onu sevsinlər. Diqqət edirsiniz. Şeytan əl çəkmir. Missiyamızı bura qədər elədik. Yaxşı, bundan sonra qutardı deyir, yox. Çünki İmam Hüseyin əleyhissalama adı var. Şuarları var. Elə etməyək ki, bu şuarlar hallansın. İmam Hüseynin adı çəkilsin. Elə etməyək ki, insanlar Hüseyn xəttin tutsunlar. Onu sevsinlər. Ona məclis qursunlar. Ona ağlasınlar. Çünki şeytan özü çox savadlıdır və bilir. Bilir ki, kim Hüseyni dərk eləsə, ona ağlasa, əza saxlasa, o mənim düşmənim olacaq. Buna xatir bacardığınız qədər, diqqət eləyin, gör nə deyir, nə tapşırıq verir. Şeytan öz dəstəsinə. Deyir, bacardığınız qədər insanlarda şək şübhə yaradınız. İnsanları şəkkə, şübhəyə salınız. Ki, bu məsələdə agah ola bilməsinlər. Hüseyn ibn Əli kim idi? Ona əza saxlamasınlar, onun qiyamının mahiyyətini başa düşməsinlər, İmam Hüseyin əleyhissalamın müqəddəs hədəfləri ilə tanış olmasınlar və daim şəkkə, şübhəyə salınız ki, bu məclislər ümumiyyətlə nəyə lazımdır? Necə yazırlar Vəhhabilər, Sələfilər? Yenə başlandı. Nəyə lazımdır yenə? Bir çoxları şeytanın həmin o proqramına xidmət eləyirlər. Şəkkə şübhə salırlar insanlar ki, nəyə lazımdır o məclislər? Çünki bu məclislər onlar üçün böyük təhlükədir. Və bu arada özümə və bütün xətiblərə xatırladıram ki, gərək mötəbər danışaq. Əza məclisləri başlayıb, fürsətdir, minbərlər, məclislər, məhvillər qurulur. Gərək mötəbər danışaq, mühüm məsələləri danışaq. Əmr biməruf eləyək, nəhyəz münkər eləyək. İmam Hüseyin əleyhissalamın müqəddəs hədəflərindəndir. İslahat aparaq, müqəddəs hədəfdir. İmam Hüseyin əleyhissalamın hədəflərin cəmaata çatdıraq. Qiyamının səbəblərin cəmaata çatdıraq. Qiyamının nəticələrin cəmaata çatdıraq. Yoxsa nə var ki, götürəsən, danışasan, hamı danışırdı. İstənilən bir məşallah, dində elə bir dəryadı söz qutarmır. Görürsən, İmam Hüseyin əza məclisləridir. Bir adam elə bir mövzu seçir ki, heç bir əlaqəsi yoxdur. Heç bir cəhətdən əlaqələndirə də bilmir. Və istəmir də eləsin. Belə olmaz. Və rozaxanlar, məddahlar gərək mötəbər məqtəllər oxusunlar. Xurafat oxumasınlar. Yalan rozələr oxumasınlar. İmam Hüseyin buna razıdır.